müəllimlər, bugün biz sizinlə 8-ci sinif dərsliyindən 14-cü mövzunun izahına baxırıq. Mövzuya keçməzdən öncə onu da qeyd etmək istəyirəm ki, mövzuların belə davamlı izahının gəlməyini istəyirsinizsə, siz də dəstək olaraq videoları bəyənərək kanala abunə ola bilərsiniz. İndi isə mövzumuza baxaq. Mövzumuz insan həyatında avtomatlar və avtomatik qurğuların növləri və elementləridir. Qədim zamanlardan indiki dövrə kimi insanlar istifadə etdikləri alətləri təkmilləşdirmişlər və öz işlərini yüngülləşdirmək üçün onların üzərində müəyyən bir yeniliklər etmişdilər. Texnologiyanın inkişafı nəticəsində də müasir dövrdə bu avtomatik cihazlar meydana gəlmişdir. Avtomatik cihaz dedikdə nə nəzərdə tutulur? Avtomatik cihaz, avtomatik qurğular insan müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən texniki qurğulardır. Hansı ki, biz gündəlik həyatımızda bu qurğulardan geniş istifadə edirik. Məişətdə istifadə etdiyimiz paltar yuyandı, qab yuyandı, soyuducudur. Bu kimi qurğular bizim həm işimizi yüngülləşdirir, həm də insan müdaxiləsi olmadan işini yerinə yetirən cihazlardır. Hansı ki, biz bu cihazları sadəcə bir düyməni basmaqla onu işə salırıq və qalan bütün əməliyyatları həmin cihazlar özləri yerinə yetirirlər. Eyni də kənd təsərrüfatında da, məsələn, inkubatorlarda yumurtaların seçilməsidir, yerləşdirilməsi, qablaşdırılması da, bunlar da avtomatlaşdırılmış qurğuların sistemli fəaliyyəti nəticəsində həyata keçirilir. Daha sonra sənayedə, tekstildə, avtomobil istehsalında da avtomatik cihazlardan geniş istifadə edilir. İstehsalatda avtomatlaşdırma insanı ağır əmək tələb edən, sağlamlığa zərər vura biləcək işlərin yerinə yetirilməsindən azad edir, həmçinin də əmək məhsuldarlığını yüksəldir, vaxtımıza da qənaət etmiş oluruq. Daha sonra müəllimlər, avtomatika nədir? Avtomatika elmin, texnikanın, avtomatlaşdırılmış qurğuların quruluşunu və işləmə nəzəriyyəsini öyrənən sahəsidir. Biz dedik ki, avtomatik cihaz, avtomatik qurğu, avtomat cihazlar insan müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən texniki qurğudur. Həmin bu qurğuların quruluşunu və işləmə nəzəriyyəsini öyrənən sahəsi də oldu avtomatika. Maddələrin istilik təzyiqinin azacıq dəyişməsi nəticəsində qəzalar, itkilər, qüsurlarla nəticələnə bilir. Böyük sürət tələb edən texnoloji proseslərin və avtomatlaşdırılması da baxın bu baxımından çox zəruridir. Avtomatlaşdırılmış qurğuların hansı növləri mövcuddur deyə soruşularsa, mexaniki, elektron-mexaniki, elektron və termoelektrik növləri mövcuddur. Bunların arasında ən çox yayılanları isə elektromexaniki və elektron cihazlardır. Bunlar da kompüterlərdir. İnsan əməyinin məhsulu olan çoxsaylı avtomatik qurğular 4 əsas qrupa ayrılır. Avtomat nəzarət, avtomat mühafizə, avtomat tənzimləmə və avtomat idarə etmə qurğularıdır. Bu qurğulara nəzər salsaq, avtomat nəzarət dedikdə elə bizim dərsliyimizdə də verilən mayenin səviyyəsinə avtomat nəzarət modelini biz buna nümunə gətirə bilərik. Avtomat mühafizə dedikdə, məsələn, evlərdə biz elektrik cəryan şəbəkəsindən istifadə edirik. Cəryanda hər hansı bir nasazlıq baş verən zaman orada sayğac avtomatik olaraq sönür. Bu da onun avtomat mühafizə qrupuna aid olduğunu göstərir. Yəni mühafizə edir. Sistemdə hər hansı bir nasazlıq olan zaman avtomatik olaraq o bütün sistemi söndürür. Avtomat tənzimləmə dedikdə bəs hansı cihazlar bura aid edilir? Avtomat tənzimləmədə biz elə evdə ütüdən istifadə edirik. Ütüləmə zamanı onu müəyyən bir temperatura qoyuruq. O temperatura çatdıqda ütü avtomatik olaraq sönür və yaxud da ki soyuducu. Soyuducunun daxilində soyuq hava tənzim yarandıqda soyuducu sönür. Əgər orada istilik temperaturu artırsa, soyuducu avtomatik olaraq işə düşür. Bu avtomat tənzimləmə qurğularına aiddir. Avtomat idarə etmə qurğuları isə işıqforlardır ki, hansı ki küçədə maşınların hərəkətini tənzimləyən avtomat idarə etmə qurğularıdır. Bütün bu avtomat qurğuların hamısı yəni mürəkkəb quruluşa malik olsalar da onlar eyni tərkib hissələrdən ibarətdir. Bəs bunlar hansı hissələrdən ibarətdir? Ötürücü, gücləndirici, icra edici və istehsal mexanizmlərə ayrılır. Ötürücü avtomat qurğunun işığa, istiliyə, təzyiqə, rütubətə, səsə, sürətə reaksiya verən hissiyatlı elementidir. Yəni sensor hissəsidir. Ötürücü avtomat qurğunun
Yəni bir qurğunun cihazın işığa, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə reaksiya verməsi ötürücünün qurğunun hissiyatlı elementidir. Yəni hissiyatlı element hansıdır deyə soruşularsa, bu olacaq ötürücü. Bu ötürücülər əksər hallarda bu təsirləri ölçür, ötürülməyə və idarə etməyə rahat gələn elektrik siqnallarına çevirirlər. Və bu ötürücülər müasir maşınların özünə məxsus gözləri və qulaqları adlandırırlar. Həssas barmaqları adlandırmaq olar. Əgər siqnal zəifdirsə, ötürücüdən daxil olan siqnal zəifdirsə, onlar xüsusi qurğular, yəni gücləndiricilərlə artırılır. Elektrik siqnallarının gücləndirilməsi üçün elektron gücləndiricilərdən istifadə edilir. Pilləvari gücləndirmə elektromaqnit relay vasitəsilə icra edilir. Pilləvari gücləndirmə nəyin vasitəsilə icra edilir? Elektromaqnit relay vasitəsilə icra edilir. Avtomat idarəetmə və tənzimləmə qurğularında siqnallar gücləndiricilərdən icra edici mexanizmlərə daxil olur. Onların köməyi ilə maşın və cihazların işçi orqanları hərəkətə gətirilir. İşçi orqanların hərəkətə getirilməsi elektromaqnit və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Avtomat nəzarətdə siqnal müşahidə və qavrama üçün rahatlaşır. Baxın müəllimlər, burada bir müəyyən bir ardıcıllığı biz görə bilərik. Əvvəlcə ötürücü, yəni sensor hissəsi xarici təsiri hiss edir. Təsiri hiss edir, zəif hiss etsə də sonra gücləndirici bu zəif siqnalı artırır. Gücləndirici zəif siqnalı artırdıqdan sonra icra edici mexanizmi hərəkətə keçirir və sonda istehsal mexanizmi işi tamamlayır. Yəni ardıcıllıqdan ötürücüdən gücləndiriciyə, gücləndiricidən icra ediciyə, daha sonra istehsal mexanizminə ötürülür. Bu formada həmin avtomat qurğular fəaliyyətə başlayır. Avtomatlaşdırılmış qurğuların elementləri ilə daha yaxından tanış olmaq üçün burada müəyyən bir təsvir qeyd olunub, onlara nəzər salaq. Bu qurğunun əsas vəzifəsi çəndə olan mayenin miqdarı haqqında məlumat verməkdir. Bu avtomat qurğuda siqnal ötürücü üzgəcdir. Baxın, siqnal ötürücü süzgəcdir. Bu suyun daxilində olan süzgəcdir. Bu süzgəc suyun içərisində olur. Gücləndirici link, baxın bu linkdir. Bu əlavə üzgəcə bağlanmış xüsusi qoldur. Baxın, əgər bu süzgəc suyun içərisinə çox keçərsə, həmin hissədə yəni hərəkətin artması və azalması nəticəsində, məsələn, burada əgər azalma baş verərsə, hərəkətli kontaktın yerinin dəyişməsinə səbəb olur. Bu da mayenin mümkün qədər ən aşağı səviyyədə olan kontaktda qapanır. Baxın, burada əgər təsvirdə düzgün qeyd olunmuyor, burada kontaktlar verilib. Kontaktlarda əgər məsələn yuxarı hissəyə çatarsa, bu süzgəc aşağı indikdə bu link burada hərəkətə gəlib yuxarı hissəyə çatdıqda qırmızı işıq yanacaq. Bu qırmızı işığın yanmasını da ki, onun suyun həddindən az olduğunu göstərir. Və yaxud da ki, bu süzgəc yuxarı qalxdıqda bu link hərəkətə gəlib aşağıdakı hissəyə toxunacaq. Aşağıdakı qapanacaq, bu hissəyə qapanacaq. Bu zamanda yaşıl işıq yanacaq. Bu yaşıl işığın yanması da onu göstərir ki, burada mayenin səviyyəsi yüksəkdir. Yəni bu da idarə etmə mexanizmin bir göstəricisidir. Yəni avtomat idarə etmə mexanizmin bir göstəricisidir. Yəni burada biz avtomat nəzarəti görürük də, nəzarət edir. Əgər çəndə suyun səviyyəsi aşağıdırsa, burada belə deyək də, gücləndirici link hərəkətə gəlir və o yuxarı toxunur, yuxarı belə deyək, kontakta dəyir. Bu kontakta toxunduqda orada qırmızı işıq yanır. Və yaxud da ki, bu süzgəc suyun tam dolub yuxarı hissəsinə çatdıqda link yenə hərəkət eləyir, aşağı kontakta toxunur. Bu zamanda yaşıl işıq yanır. Bu da onu göstərir ki, burada avtomatik nəzarət qurğusu var. Avtomatik nəzarəti biz görmüş oluruq. Belə qurğuların siqnal lampaları rahat yerlərdə quraşdırılır. Yəni rahat yerdə oradan işığın görünməsi üçün quraşdırılır.
Daha sonra müəllimlər burada sualların cavablarına da nəzər salaq. Hansı qurğular avtomat adlanır? İnsanın birbaşa iştirakı olmadan əvvəlcədən müəyyən edilmiş proqram üzrə məqsədyönlü iş görə bilən texniki qurğular avtomat qurğular adlanır. Yəni insan müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərən qurğular avtomat qurğulardır. Məişətdə rast gəldiyiniz avtomatlaşdırılmış qurğular hansılardır? Məişətdə rast gəldiyimiz avtomatlaşdırılmış qurğular məsələn paltar yuyan maşınlardır, qab yuyan maşındır, soyuduculardır. Yəni bu kimi cihazlara aid etmək olar. İstehsalatda avtomatlaşdırılma bizə nə verir? İstehsalatda avtomatlaşdırma bizə nə verir? Avtomatlaşdırma insanı ağır, təhlükəli və sağlamlığa zərərli işlərdən azad edir. Eyni zamanda əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəldir. Avtomat qurğulardan istifadə hansı hallarda daha məqsədyönlüdür? Maddələrin istilik və təzyiqin cüzi dəyişməsi qəzalara səbəb ola biləcəyi səbəb olur, bitkilərə səbəb olur. Buna görə də böyük sürət tələb edən texnoloji proseslərdə avtomatlaşdırılma zəruridir. Yəni lazımlıdır hər hansı bir qəza kimi halların qarşısının alınması üçün. Siz avtomat qurğuların hansı növləri ilə tanış oldunuz? Burada artıq şagirdlərin cavablandıracağı idi. Yəni ki, burada biz iş prinsipinə görə mexaniki, elektromexaniki, elektron və termoelektrik növləri, daha sonra vəzifəsinə görə nəzarət, mühafizə, tənzimləmə və idarə etmə qurğuları ilə tanış olduq. Avtomat qurğuları hansı əsas elementlərdən ibarətdir deyə soruşularsa, müasir avtomatlar ötürücü, gücləndirici, icraedici, istehsal mexanizmlərindən ibarətdir. Burada da müəllimlər praktiki iş var. Praktiki işdə məsələn saat mexanizmidir, kompüterin termoelektrik moduludur, tikiş maşınıdır, elektrik sayğacıdır. Bunları hansı avtomatlaşdırılmış qurğu növünə aid olduğunu müəyyənləşdirilməsi soruşur. Bu testlərdə verilə bilər. Ona görə onlara da nəzər salmaq istədim. Məsələn, saat mexanizmi mexaniki avtomatdır. Kompüterin termoelektrik modulu termoelektrik qurğudur. Daha sonra tikiş maşınında elektromexaniki qurğudur. Elektrik sayğacında isə nəzarət və ölçü qurğusudur. Elektron və elektromexaniki aid edilə bilər. Bunlara da nəzər salaq, testlərdə qarşımıza çıxa bilər. Bu qədər müəllimlər, ümid edirəm ki, izah sizin üçün faydalı oldu.